Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bir sıra rayonların icra başçılarının işdən azad edilməsi və yerinə yeni şəxslərin təyinatı ilə bağlı sərəncamları imzalayıb. Bütün təyinatlarını icmalı olaraq bildiririk ki, Kürdəmir, Göyçay, Göygöl, Naftalan və Gədəbəy rayonlarının icra başçıları vəzifələrindən azad olunub. Dövlət başçısının sərəncamlarına görə Kürdəmir, Göyçay, Göygöl, Qax, Balakən və Nəsim rayon icra hakimiyyətlərinə yeni başçılar təyin edilib. Müvafiq sərəncamlara əsasən Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsində Elşən Həsənli Elxan İbrahimovu, Göyçay rayon icra hakimiyyəti başçısı vəzifəsində Orxan Mürsəlov Natiq Ağayevi, Göygöl rayon icra hakimiyyəti başçısı vəzifəsində Vüqar Novruzov Elvin Paşayevi əvəz edib. Vəzifəsindən azad edilən icra başçılarından Elxan İbrahimov Nəsim rayon icra hakimiyyətinə, Elvin Paşayev Qax rayon icra hakimiyyətinə, Natiq Ağayev isə Balakən rayon icra hakimiyyətinə başçı təyin edilib. İcra başçıları vəzifədən azad edilən Gədəbəy və Naftalan rayonlarına isə yeni icra başçısı təyin olunmayıb. Eyni zamanda sərəncamla Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Onun yerinə Ceyhun Ramizoğlu Cəlilov təyin olunub. Beləliklə, bütün sərəncamların yekunu olaraq Fuad Nəcəfli işsiz qalıb.